Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bâril helâfi ecma'in. Bâril enbiyâi vel murselîn. Vessalâtu vesselamu ala Resulillahil emin. Habibina ve habibi ilâhil âlemîne bil qâsimi Muhammed. الطاهرين المعصومين المنتجبين الذين أذهب الله عنهم الرجس وطهرهم تطهيرا بهم نتبرأ من أعدائهم نتبرأ إلى الله تعالى ربنا اغفر لي ولوالدي وللمؤمنين يوم يقوم الحساب أوصيكم عباد الله ونفسي بتقوى الله. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Ey Allah bendeleri, sizleri ve özümü ilahi təqvaya çağırıram. Allah'tan korkmağa, Allah Teala'ya hürmet eləməyə, ondan xədalət çəkib həya eləməyə tövsiyə edirəm. İnsanlıq yaranandan etibarən İnsan, bəşər başa düşüb ki, qanunsuz yaşamaq qeyri-mümkündür. Nəinki bəşər, insan, hətta bütün canlılar, bütün məxluqat, canlı-cansız nə varsa, insan, qeyri-insanlar, Allah'ın xəlq etdiyi heyvanat, quşlar, balıqlar, mələklər, cinlər, daşlar, sular, od, hava, ağac, hər nə varsa müəyyən qanuna əsasən yaşayır və yaşamalıdır da. Əgər kainatı ağıl sahibi xəlq edibsə, deməli, yarattıqları da ağla əsasən idarə olunmalıdır. İnsanların başqa canlılarla fərqi var. Fərqi ondan ibarətdir ki, başqa canlıları Allah Teala müəyyən qanuna icbari şəkildə əməl etməyə vadar edir. Su iddia edib, üsyan edib deyə bilməz ki, mən indən belə islah olmayacam. Su məcburdur islah olmağa. O, iddia edib, üsyan edib deyə bilməz, mən daha yandırmayacam. Məcburdur yandırmağa. Daş bəlk olmağa məhkumdur. Mələklər öz vəzifələrini yerinə yetirməyə məhkumdurlar. Bu arada insanlara və dinlərə müəyyən mənada Allah Teala azadlıq və ixtiyar bəxş edir, amma onları da qanunsuz bırakmıyor. Buyurub, qanunla yaşamalısınız. Cinlərdən də insanlardan da olanlar iki yerə bölünürlər. Bəziləri müsəlman olurlar, yəni Allah nə deyib, deyirlər ləbbeyk. Bəziləri kafir olurlar, Allah'a qulaq asmayırlar. Bu da Qur'an-ı Kərimdə biz görürük ki, xitab, müraciət həmçə insanlara və dinlərə olur. Ya məşrəl cin vəl-ins in istətə'tum ən tənfidu min əqtari səmavati tənfidullah tənfiduna illa bi sultan və ma xələqul cinnə vel-insi illa liya'budun və s. iladır. Peyğəmbər sallallahu Həzrəti Əlinin həmdəkdəki qılınc zərbəsini dəyərləndirəndə buyurmadı ki, insanların qiyamətə qədər ibadətlərindən üstündür. Buyurdu, Darqat Ali'nin qiyamətəndə əfdalu min ibadət təqələyin ilə qiyamət. Cinlərin və insanların qiyamət gününə qədər ibadətlərindən üstündür. Cinlər və insanlar mütarət edirlər. Biz insanların bir xasiyyəti var, görmədiyimizi hələ qəbul edə bilmirik. Əgər sərkələsi qəbul edirik, sərkələsi yox. Əgər uşaq
hakim onu tapa bilmirsə, biz dinin varlığını qəbul edirik, din bilir uşağın qəlbinə. Amma hər şeyin qaydasındadırsa, gülürəm dinin sözünə. Mənim varlıqdır, möhküm sözlər. Bu bizim o şiltaq, həkkünün xasiyyətlərimizdən biridir. Onun üçün də yaradılıqlar, Allah tərəfindən vardır da icazələri yoxdur bizim aləmimizə daxil olmağa. Bizim işimiz yoxdur bizimlə. Bizim işimiz insanlarla, bir insan. Allah deyən qanunlara tabi olmadı. Dediklər, sənin qanunların bizə səhvələmə. Özünüz qanunlar. Dedik ki, indən belə biz insanlar yumuşataq, ölkə qıracaq, dövlət qıracaq, qanun yazacaq. Hansı qanun bizim ağıllılarımızın ağlına baxdır, o qanundur. Quranın qanunu qəbul etmək. Çox gözəl. Qanun yazdır, insanlar qanun yazdırır. Hər bir ölkə, hər bir dövlət qanun yazdır. Həmin qanun əsasən başqa ölkəsini idarə etmir. Bu arada, qanunun əsas fəlsəfəsi, mahiyyəti önəmlidir. İnsan bilməsə qanunun funksiyası nədir, qanun nə deməkdir, ona əməl etməkdə də azınlığa tutarlar. Qanun bəzən yasaq da adlanır. Yəni qadağan, yəni olmazlar, yəni eləmə. Bu eləmələr, bu qanunlar, bu yasaqlar, bu qadağalar iki qrupu nəzarətdə saxlamalıdır. Və qanun yazılanda belə iddia olunur ki, bu iki qrupu nəzarətdə saxlayacaq. Bir, qanun yazan deyir ki, mən bu qanundan kənara çıxmayacaq. İki, qanun yazan deyir, mən ki, sizi idarə edirəm, siz də bu qanundan kənara çıxmayacaqsınız. Qanundan nə qabağa keçməyə icazə var, nə geridə qalmağa icazə var. İslam qanunlarda belədir. Məsələn, biz baxırıq kəlam elminə, Allah canların salamət eləsin, ölənlərə rəhmət eləsin, İslam alimlərdən zəhmət çəkiblər, açıqlayıblar kitablarda. Dururlar, Peyğəmbərlərin, imamların, hər bir məsum şəxsin, ilahi rəhbərin iki şəxsiyyət var. Bir, fiziki şəxsiyyət, bir, hüquqi şəxsiyyət. Fiziki şəxsiyyət Peyğəmbər də manayında başarılıdır. Mən sizin kimi insanım. Belədir. Peyğəmbər də bizi kimi yeyəcək, içəcək, evlənəcək, gezəcək, dolanacaq, indi olsaydı maşına mərbi qədində atələri və s. və hətta həyatlara başına da gəlməkdir. Peyğəmbər deyəndə də xeyratı yoxdur. Bu necə Peyğəmbərdir? Yəmişəkil əsbab və ya qıqtam. Bu necə Peyğəmbər bizi kimi yemək yeyir? Bizi kimi bazarlarda gəzir. Dediniz, bazarlarda gəzir, söhbət Quran-ı Kərimdə yazır. Gəlir. Bizdə də indi elədir, ruhani bazara çıxsa nə deyədir ona? Ağır getir ruhaniyə. Niyə ruhani bazara getir? Belə deyir Peyğəmbərlər. Bu necə Peyğəmbər yemək yiyir, biz belə adamlar qoşduyuruq. Sahil adamlar deyir, biz görməmiş ki, müəllim yemək yiyər. Və bunun çox böyük iftixar hissi ilə qeyd edirlər. Müəllim yemək yeməz, Peyğəmbər yemək yeməz. Bu düzgün məntiq deyil. Biz belə qoşduyuruq Peyğəmbərlərin onda. Ki, görməyəcəkdir, amma olacaq. Peyğəmbər də insandır. Peyğəmbər də maddədən yaranır. İmam da maddədən yaranır. O imamın zaman əleyhissalatü və sələmətullah daxil şərif ki, biz gözlüyü inşallah zuhur edəcək. Niyə bir toxları çıxışlar? Çünki imamından elə bir müqəddəs sima yaratmışıq. İmam müqəddəs İmam müqəddəs sözündən düzdürdür. Müqəddəsliyiz mənasını tutmuş. Elə bir müqəddəs sima yaratmışıq. Gəlib görəndə ki, məsələn, imam gəlib belə deyir, deyəcəklər ki, necə imam? İmam niyə belə deyir? Elə bir imam mələk kimi oturaq Allah'a əmr edir. İmam insandır. Allah onları insan olaraq göndərir ki, sən və mən ki, insan kimi yaşayırıq, başa düşək ki, Allah'ın sözlərini insan yerinə yetirlər. Bu da mən insan deyil. Peyğəmbərlər yemək yiyirlər, yemək yiyirlər, bağlı-bağmaların yiyirlər, imamda əlləri yiyirlər. Beləydi, Peyğəmbərlər imamlar beləydi. Hansı belə olur? Bir fizik şəxsiyyət var məsumun, bir də hüquqi şəxsiyyət var. O Peyğəmbərdir, o
Onun etdikləri örnəkdir. Əgər yeməyi 3 parmaqla yeyibsə, deməli kainatda 3 parmaqla yeməkdən daha teyli bir yemək olmaq yoxdur. Bu ki, aləmlər, peyğəmbərlərə, imamlara bütün sahələrdə oxşamaq istəyirlər, dodaqlarının tərpənməsində də, əllərinin hərəkətində də, oturub durmasında da. Bunun səbəbi nə idi? Bu deyil ki, bu fikirləşir ki, bu peyğəmbərdir, buna Allah örnək göndərir, fəqət tanındakı bir rəsullər bu sizə. Allah da peyğəmbər sizə nümunə göndərir. Əgər bu şəxsiyyət, bu peyğəmbər ki, bu yeməyi yeyir, bundan yaxşı yemək variantı olsaydı, o neyəcək? Örnək burada. Allah'ın bunu yeməyinə xoş gəlir, mən də bu kimi yeyim. Bunu yeməyinə xoş gəlir, mən də bu kimi yeyim. Maşəkdə deyilmək şeydə hətta tərin döyüşünü oxşatsın döyüşünü. Niyə? Ondan yaxşı döyüşünü olsaydı hətta səbəyə döyüşər. Örnək, nümunə. Peyğəmbərlərin hüquq şəxsiyyətləri, qeyd edeyim sözə, fizik şəxsiyyətlərinə də örnəkdir. Peyğəmbərlər imamlar, özlərinə də peyğəmbər imamlar. Peyğəmbər sallallahu deyir ki, halalu Muhammedin halalu ila yevmül qiyamət və haramu haramun ila yevmül qiyamətdir. Muhammed sallallahu aleyhi və səlləmin halalı qiyamətə qədər halaldır, haramı qiyamətə qədər haramdır. O yüzden de ayrı. Peyğəmbər özünə də halaldır, haramdır. Yəni, bir namazı deyir ki, məsələn, elhamdülillah, əşhədə Allah ilahə illallah, vəxtəhu la şərikə ləh və əşhədə ənə Muhammeden abduhu və rəsuluhu. Və o salatı axırda günləri deyir, Allahümə səllə ala Muhammed və Muhammed ilə aşağıda göndər Peyğəmbərə və onun ailəsinə, Peyğəmbərə də vacibdir şəhiddir etsin. Peyğəmbərə də vacibdirsin, əssalamu aleyke, əyyən nəbi və rəhmətullahi və bərəkət. Salam olsun, ey Allah Peyğəmbərə. Peyğəmbərin fizik şəxsiyyəti, hüquq şəxsiyyətinə salam verir, Allah'ın. O da qanuna tabi olmalıdır. O, rəhbərlikdə də qanuna tabi olmalıdır. Rəqiyyətlikdə də, Peyğəmbər həm rəqiyyətli qanunun müqabilində, birinci o deyil. Həm də rəhbərli qanunun müqabilində, yəni, Allah qazarsa, əlin bundan artıq qaldırsa, öz qanunundan sonra, Allah'ın qanunundan sonra. Ona görə olar, bizim məsullarımız bizdən yaşam edirdir, yaşam edirdir. Təbii ki, sonunda rəhbərlər olmalıdır. Rəqiyyətdən qalxaq aşağı əməllərlər. Əgər qanun həm rəhbərin, məmurun, idarə edici qüvvənin ətrafını bağlayır, bu qədər edə bilərsə, bundan artıq yox. Sənin haqqın yoxdur şəxsi hisslərini, ya sayfa hisslərini, ya hansısa xoşuna gələn hissləri qanun adı ilə qanun